Bodo Glimt Norveç futbolu tarixində ilk komandadır ki, Avrokuboklarda, Avropa Liqasında məhz yarımfinala kimi gəlib çıxa biliblər. Bununla da tarix yazıblar. Ümumiyyətlə, həqiqətən də bu komandanın bu mövsümki çıxışı həqiqətən də yüksək qiymətə layiqdir. Çox möhtəşəm çıxış edirlər. Hətta mətbuat konferanslarının birində Qarabağ klubunun baş məşqçisi Qurbanov da Bodo Glimt barədə maraqlı fikirlər səsləndirmişdi. O, Bodo Glimt'i bu mövsüm Avrokuboklardakı çıxışı ilə Qarabağın ötən mövsümki Avrokuboklardakı çıxışını da müqayisə etmişdi. Hətta bildirmişdi ki, bu cür komandalar, bu cür sürpriz komandalar onun hər zaman diqqətini cəlb edir və hətta imkan düşərsə, özü də həmin komandanın təlim məşqində iştirak etmək, izləmək istərdi. Ümumiyyətlə, hansı fikirlər səsləndirib? Gəlin izləyək. Amma mənim belə deyək də, ən çox diqqətimi cəlb edən bir komanda oldu. Çünki onların, geridəki onlarına da baxsaq, ümumiyyətcə adlı sanlı klublara 3 gol, 4 gol, 5 gol, 6 gol, belə yəni, ümumiyyətcə əlaqəsi öz meydanında. Yəni, çox belə özünə xas bir futbol fəlsəfəsi var. İnanın ki, əgər mən, belə deyək, bugün qarşıdakı vaxtlarda bir imkanım olsa, bir vaxtım, zamanım olsa, mən o kluba hətta təcrübəyə də gedərəm. Yəni, onların elə bir ki, hansı nəticəli, mənim üçün ümumiyyətcə belə orta klubların gəlib o səviyyə çatması mənə həmişə fikirlərimi cəlb eləyib və məncə haqq eləyirdi. Baxmayaraq indi Tottenham'la düşdü deyəsən, deyilmi? Bəli, Tottenham'la düşdü, onu da qarşı oynamışıq. Bizim komandalar da hər ikisini onlara arzulayıram və sanki bu il elə bil ki, Bodo Glimt'in bizim keçənliki biraz o Avropa yolunu oxşadı. Sadəcə biz son dəqiqələrdə Bayerə, belə deyək, yəni həm qırmızı ağlara, həm belə məğlub olduq. Amma bizim də elə şansımız vardı ki, yarımfinala çıxmağa.